Ənəs ibn Məlik demişdir: bəlkə siz elə zənn edirsiniz ki, cənnətin çayları yerdə olan çuxur ilə axır? Xeyr, Allaha and olsun, həqiqətən onlar yerin üstü ilə axır. Onun bir tərəfi mirvari, digər tərəfi isə yaqutdur. Torpağı isə əsfirli müşkdəndir. Mən dedim: əsfir nədir? O buyurdu: qarışığı olmayandır. İbn Əbd-Dünya, Sıfatul Cənnə 66. Abu Hureyra rəvayət edir ki, Allah elçisi, ona Allahın salavatı və salamı olsun, demişdir: cənnət çayları müşk dağının altından çıxır. İbn Hibban 7365-ci hədis. Həkim İbn Muaviyyə atasından rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu: həqiqətən cənnətdə su, bal, süd və içkidən olan iri çaylar var. Cənnət əhli cənnətə girdikdən sonra əlavə çaylar da qaynayacaq. Tirmizi 2571-ci hədis.